Bakıxanov qəsəbəsinin mərkəzi deyəndə birinci yada düşən yer icra hakimiyyətinin yanında. İki otaqlı mənzilimiz satışa çıxıb. 5 mərtəbəli Leningrad layihəli binanın 3-cü mərtəbəsində. Mənzilin daxili ilə tanış olaq. İcra hakimiyyətinin düz yanında, Bakıxanov qəsəbəsinin mərkəzində, 5 mərtəbəli Leningrad layihəli binanın 3-cü mərtəbəsində qanuni 2 otaqlı mənzilimiz satışa çıxıb. Qiyməti də münasib. Allah xeyir versin, əziz dostlar. Evi sizin üçün təqdim etdik. Kim alsa xeyirli olsun. Həqiqətən bu mənzili alan adam udacaq. Çünki mənzil Bakıxanov qəsəbəsində 1 nömrəli ərazidə yerləşir. Bakıxanovda mərkəz deyəndə ilk öncə adamın ağlına icra hakimiyyətinin yanı gəlir. Ev də, elə bu təqdim elədiyimiz evdə icra hakimiyyətinin düz yanında yerləşir. Leningrad layihəli mənzildir. Qiymət də yəni əraziyə görə münasibdir. Evin yüngül kosmetik təmirə ehtiyacı olsa da qiyməti münasibdir. Qazı, işığı, suyu daimidir. İstilik sistemi dövlətin verdiyi istilik sistemidir. Sənədlərində heç bir problem yoxdur. Mənzildə yaşayış yoxdur. Yəni mənzilin açarları ofisimiz tərəfdən bu mənzili alan şəxsə təhvil veriləcək. Xeyirli olsun dostlar, qiymət 152.000 manatla satışa çıxıb. Əgər real alıcı olarsa, qiymətdə çox cüzi endirim oluna bilər. Sağ olun, var olun.